Putin iştirak etdiyi tədbirlərdən birində ənənəvi 3 qat ura şüarını səsləndirərkən çətinlik çəkib, kadrlarda prezidentin sözləri aydın tələffüz edə bilmədiyi açıq şəkildə duyulub, sosial şəbəkələrdə və qərb mediasında, resurslarında geniş yayılan görüntülərin sonradan Kremlin rəsmi resurslarından silinməsi Putinin səhhəti ilə bağlı şübhələri daha da artırıb. Bir çoxları videonun silinməsinin təsadüf olmadığını, Kremlin Putinin səhhətində problem yarandığı təəssüratını aradan qaldırmağa çalışdığını diqqətə çatdırıb. Kreml videonun hansı səbəbdən silindiyinə dair heç bir açıqlama verməyib. Qeyd edək ki, son illərdə Putinin səhhəti ilə bağlı müxtəlif şayələr yayılır. Xarici mətbuatda onun ciddi xəstəliklərdən əziyyət çəkdiyi barədə iddialar da səslənsə də, bu məlumatlar heç vaxt rəsmi təsdiqini tapmayıb. Kremldə isə dəfələrlə prezidentin səhhətinin yaxşı olduğu deyilib, dövlət başçısının iş qrafikinin normal şəkildə davam etdirildiyi bəyan edilsə də, bu görüntülər isə tamamilə əksini də sübut edə bilir. Hal-hazırda sizə göstəririk, mümkünsə təbii ki, səsli şəkildə də bunu dinləyə bilərik. Счет 3. Громко, так, чтобы они услышали. Троекратное «Ура». 3. Ура! 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 На счет 3. Громко, так, чтобы они услышали. Троекратное «Ура». 3. Ура! Ура! Ура!